إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي Əmmə bə'd. Əziz və dəyərli olan qardaşlar, ilk növbədə hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və bundan sonra təşəkkür edirəm dəvətiniz üçün. Allahdan istəyirəm ki, Allah subhanahu və taala məclisimizi bərəkətli etsin və elm məclislərindən yazsın öz qatında, hansı ki o məclisdən qalxanda günahları bağışlanmış halda qalxırlar. Allahdan istəyirəm ki, Allah subhanahu taala bizi də o kişilərdən etsin. Allahümmə əmin. Və nəsihət etmək istədiyim çox mühüm bir mövzu olacaqdır. Olduqca mühümdür və təəssüf ki, əksəriyyətimiz, çoxluq bu problemlə üzbəüz qalır və bu qadağaya düşmüş olur. Təəssüf ki. Və nəsihətə başlamamışdan əvvəl xatırlatmaq istərdim ki, İslam dini gələnə qədər insanlar zülm içərisində idi. Yəni, İslam dini hansı ki gəlməmişdi, insanlara hörmət qoyulmurdu. Yəni, onlara əziyyət verilirdi, incidilirdi və haqsız yerə öldürülürdü. Zülm verilirdi, hətta heyvanlara belə. Lakin İslam gəldi, hər bir haqq sahibinin haqqın özünə qaytardı. Hətta heyvanların belə. Hətta heyvanların belə. Və baxsam, Siriya, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına, hətta görərsən ki, Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm heyvanlara əziyyət verməyə qadağan edib. Heyvanı boş yerə döyməyi qadağan edib. Necə ki, qısa olaraq xatırlatmaq istərdim, Ənsardan olan bir kişinin Allah Rasulü evinə gələndə Peyğəmbər sahabələr deyir ki, dəvə inildiyərək Allah Rasuluna yaxınlaşdı. İnildiyərək. Peyğəmbər sallallahu aleyhi və səlləm dəvəni sığalladı deyir. Sığalladı, dəvənin gözündən yaş gəlirdi deyir. Sonra Ənsardan olan kişini çağırdı və ona söylədi ki, Allahın sənə verdiyi bu heyvana görə Allahdan qorxmursanmı? Allah Rasulü deyir ki, o mənə şikayət etdi ki, sən onu aç saxlayırsan. Dəvə mənə şikayət etdi ki, sən onu aç saxlayırsan və çox işlədirsən. Və nə qədər sünnədə kifayət qədər dəlillər var, hədislər vardır ki, hətta heyvana olan ehsana görə Allah subhanahu wa ta'ala həmin şəxsi cənnətinə saldı. Misal, necə ki, Şeyx Fəvzan Hafizəhullah 3 əsasın şərhində ehsan bölməsini şərh edərkən buyurur ki, Şeyx, heyvanlara edilən yaxşılıq belə ehsandan sayılır. Ehsan ümumən, qardaşlar, yaxşı əməl, yəni yaxşılıq deməkdir. Hətta Şeyx buyurur ki, çünki o heyvan sənə möhtazdır. Yəni, sən onun suyun verməsən, o susuzluqdan ölə bilər. Sən onun yeməyin verməsən, otun verməsən, o azlıqdan ölə bilər. Sənin ona niyyətini düzəldərək su verməyin və onu yeməyi ilə təmin etməyin, heyvanın belə. Artıq Allah səni muhsinlərdən yazır. Hətta heyvana belə. 3 əsas risaləsinin şərhində Şeyx gətirir. Yəni, kiçik görməyin bu əməli. Hətta sələflərimiz nə deyir? Heç bir xeyirdən, yəni hər bir kiçik bir əməli xırda olsa belə kiçik görməyin. Ola bilər ki, Allah subhanahu wa ta'ala bizi o kiçik əməldən bağışlanmış olsun. Hətta Şeyx Fəvzan Hafizallah həmin ehsanı şərh edərkən buyurur ki, bax ki, Bəni İsraildən olan qadın, zinakar qadın, hansı ki, ləhliyən, susamış iti görür. Həmin o qadın. Amma zina edən idi. Lakin Allahın yaratdığı itə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, rəhm elədi, ona su verdi. Allahın yaratdığına rəhm etdiyinə görə
Allah da şükür əlaməti təşəkkür olaraq onu bağışladı. Hətta Bəni İsraildən olan zina edən qadını. Şeyx Fövzan Hafizallah buyurur ki, yaxşı heyvana etdiyi ehsana görə Allah onu bağışladısa, bəs bir-birimizə etdiyimiz ehsan necə? Biz hər hansısa bir müsəlman qardaşımıza etdiyimiz yaxşılığın əvəzi olaraq Allah səni bağışlamazmı? Hər hansısa bir kasıba əl tutsaq, yaxşılıq etsək, xəstəyə köməklik etsək, yoldan qalan qardaşımıza kömək etsək, onun sıxıntısına yardım etsək, yəni Allah bizi bağışlamazmı? O Bəni İsraildən idi, müsəlman deyildi hətta. İslamdan əvvəl idi. Allah onu bağışladı. Yəni İslam qısaca, İslam gələnə kimi hətta heyvanlara belə hörmət qoyulmurdu. İnsanlara da hörmət qoyulmurdu. Xüsusən bilirik, bildiyimiz qədər qadınlara pis əlamət olaraq baxırdılar İslama kimi. O evdə, o ailədə ki, qız uşağı dünyaya gəlirdi, o düşüncədə idilər ki, azlıqdan öləcəklər. Ona görə qız uşaqlarını diri-diri bastırırdılar. Qız uşaqlarını diri-diri bastırırdılar. Hətta sahabələrdən nə qədər bastıran olub gəlib deyir ki, ey Allahın Rəsulu, deyir ki, yəni o qədər qızı mən qurtarmışam. Öldürmək istəyirdilər 360-dan çox qızı. Mən pul müqabilində nəsə bir şey verərək qoymamışam ki, öldürsünlər. Ey Allahın Rəsulu, Allah məni bağışlayarmı? Bu etdiyim əmələ görə Allah mənə savab yazarmı? Allah Rəsulu deyir ki, elə etdiyinə görə Allah səni İslamla izzətləndirdi. Elə etdiyinə görə Allah səni müsəlman elədi. Sahabələrdən oldu. Etdiyi yaxşılığa görə, ehsana görə. Yəni baxırsan ki, İslam gələnə kimi qadınlara hörmət qoyulmurdu. Hətta İslam gələndən sonra qeyri dinlərdə, İslamdan qeyri dinlərdə baxırsan ki, qadının o ağır hallarında belə qadına nəcis olaraq baxanlar var. Qadını pis görənlər var. Amma İslam gəldi, qadağan elədi, üzr istəyirəm, həmin halda qadına yaxınlığı. İslam gəldi. İslam gəldi, qadına dəyər verdi. Hətta fikir verin, hədsə sahabə deyir ki, ey Allahın Rəsulü, ən çox yaxşılıq kimi edim. Peyğəmbər sallallahu əleyhi və səlləm 3 dəfə təkrar elədi ki, ana, 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 sonra ata. Yəni fikir verin, qadına nə qədər dəyər verdi İslam. Hətta fikir verin, dəyər olaraq, bunlar hamısı dəyərdir. Təəssüf ki, bəzi qadınlar və İslama ləkə yaxmaq istəyənlər bunu qadınları sıxmaq olaraq, qadınların azadlığın əlindən almaq olaraq dəyərləndirirlər və bu cürdə reklam edirlər. Təəssüf ki, tam əksidir. Amma İslam gəldi, qadının haqqını qoruyaraq qadına qadağan elədi naməhrəm kişi ilə bir yerdə qalmağı. Bilirsiniz niyə? O qadının haqqını qorumaqdır. Naməhrəm kişidən ona zərər gəlməsin deyənə qadağan elədi ki, təhlikdə qalmağı, məhrəmi olmayan kişi ilə. İslam gəldi, qadına dəyər verdi, onu qorumaq üçün qadağan etdi səfərə məhrəmsiz çıxmağı. Bunlar hamısı qadını qorumaq üçündür. Hər biri qadınların haqlarını qorumaq üçündür. Ən birinci olaraq. Və elə bu barədə də istərdim ki, Şeyx İbn Bəz Rahiməhullahın, Allah ona rəhmət etsin, ümmətin böyük alimlərindən olub, ona verilən sualı tərcümə etdik. Əlhəmdülillah, istədim həm özümüzə faydalı olsun, həm də dinləyənlərə inşallah bu barədə. Və Bismillahirrahmanirrahim, Şeyxə sual verilir ki, Yəqulu mə hukmul xalvə bimra əcnəbiyyə fi səyyaratin, əv məktəbin, əv dərin. Şeyx İbn Bazdan Rahiməhullahdan soruşulur ki, naməhrəm bir qadınla kişinin tək başına fi səyyaratin, maşında qalmağı və yaxud ofisdə qalmağı və yaxud hər hansısa bir yerdə qalmağının hökmü nədir? Şeyx İbn Baza sual verilir. Naməhrəm bir qadınla, yəni naməhrəm bir kişinin bir yerdə qalmağı. Şeyx buyurur ki, fəinnə hukmul xalvə bil-mər'a əcnəbiyyə hukmuhu ət-təhrim. Qadının, yəni məhrəmi olmayan bir kişi ilə xəlvətdə, yəni təhlikdə qalmasının hökmü Şeyx deyir ki, haramdır. Hukmuha ət-təhrim bilə şək. Heç şübhəsiz ki, deyir bu haramdır. Yəni şübhə yoxdur haramlığında.
Liqavlin Nəbi sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisinə görə dəlil gətirir. Fikir verin qardaşlar, fayda olaraq deyim mövzudan kənar. Alimlər danışarkən kəlmə deyirlər, ondan sonra deyirlər ki, Qalallahu azza və cəllə. Alimlər kəlmə deyir, söz deyir, sonra deyir ki, liqavlin Nəbi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisinə görə özlərindən heç nə danışmırlar. Hər nə söz deyirlərsə arxasında Allahın ayəsini gətirir. Arxasında ayə durub. Dəstək olaraq. Hər nə söz deyir, qalallah, qalə sallallahu aleyhi və səlləm, qalə sahabiyyu, qalə sələf. Hər birin dayandırır. Burada da fikir verin. Qadın naməhrəm kişi ilə təhlikdə qala bilməz. Liqavlin Nəbi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisinə görə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə yəxluvənnə rəcul bimra'atin illə və mə'əhə zu məhram. Muttəfəqun alə sihhətihi. İbn Baz rahimallah hədisi gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir kişi bir qadınla məhrəmi olmadan təhlikdə qalmasın. Bir kişi qadının yanında məhrəmi yoxdursa, tək qalmasın. Məhrəmi nədir qardaşlar? Məhrəm onun atası, qadının atası, qadının qardaşı, oğlu, əmisi, dayısı, qaynatası həmsinin məhrəmlərindəndir. Lakin qaynı qadının məhrəm deyil, hətta naməhrəmdən də şiddətlidir qadını. İnşallah yaxın zamanda bu barədə İbn Seymur Rahiməllahın şərhini oxuyacağıq qayın haqqında. Allah müvəffəq eləsin. Müvəffəqiyyət Allahdandır. Yəni, qayın daha şiddətlidir. Zövcəm üçün onun qayını, mənim qardaşım daha şiddətlidir. Daha şiddətlidir. Lakin məhrəm olanları kimlər ki məhrəmidir, yəni onunla bərabər qala bilər bir evdə, onları sadaladıq. Yəni qardaşı, atası kişilərdəndir. Yəni məhrəm kişilərdən olur qardaşlar. Qardaş, ata, əmi, dayı, qaynata, baba. Oğlu da həmsinin. Ancaq buluq yaşına çatandan sonra. Nə səbəbə buluq yaşı, yəni həddi buluq yaşı? Baxırsan, misal İbn Həcər Rahimallahın Səhih Buxari şərhində və digər təfsir alimlərine həmçinin baxırsan, görürsən ki, onlar söyləyirlər ki, həddi buluq yaşına çatana kimi elm əhli icazə vermir. Yəni, balacadsa icazə vermirlər səfərə onunla çıxmağı. Neyniyək? Yəni, oğlandır, amma yaşı azdır. Amma deyirlər ki, olmaz. Niyə? Orada məqsəd, baxın, yenə qadını qorumaqdır. Çünki o həddi buluq yaşına çatmalıdır ki, o anasını qoruya bilsin. Səfərə çıxar, kimsə ziyan yetirə bilər. O zaman o kişi olaraq yanında dura bilsin. Ona görə deyiblər buluq yaşından sonra, yəni özün dərk edəndən sonra. Barakallahu fikum. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, məhrəmi olmadığı halda qadın naməhrəm kişi ilə bir yerdə qalmasın. Hədis də səhih hədisdir. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, Lə tusafiru imra'a illə ma'zi məhram. Qadın məhrəmi olmadan səfərə çıxmasın. Şeyx İbn Bəz Rahimallah yenə davam edir. Hədis gətirir ki, Allah Resulü buyurur ki, Lə yaxluvannə raculun bimra'atin illə və mə'əhə zu məhram. Kişi bir qadınla onun məhrəmi olmadan bir yerdə qalmasın. Və lə tusafirul mər'a illə ma'zi məhram. Qadınla məhrəmi olmadan səfərə çıxmasın. Fəqamə racul. Ravi deyir ki, orada bir kişi qalxdı ayağa. Fəqal, söylədi ki, ya Rasulallah, ey Allahın Rəsulu, İnnə imraəti xaracət həccə. Mənim qadınım həcc üçün çıxıb səfərə artıq. Həccə getmək üçün. Və inni uqtutibtu fi qazvəti kəzə və kəzə. Mən isə filan döyüşlərə yazılmışam. Yəni cihada yazılmışdı sahabə. Yəni nə edim? Peyğəmbər sallallahu deyir ki, səfərə məhrəm olmadan çıxmasın. Sahabə də qalxdı ki, həccə gedir. Mən də cihada yazılmışam. Yaxşı, necə olacaq bu? Qalə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, İntaliq, get, fəhuccə mə'a imraətik. Get, qadınınla bərabər həcc et. Yəni, məhrəmsiz getməsin həccə.
fikir verin, cihad kimi böyük, əzəmətli bir ibadətdən Allah Rəsulü onu saxladı ki, məhrəmi ilə getsin. Niyə? Niyə? Danışanlar. Çünki qadını qorumaqdan ötürü. Qadının haqlarını qorumaqdan ötürü. Allah Rəsulü qadına haqq olaraq verdi. Hansı ki, cihad idi, say az idi, ehtiyac var idi kişilərə. Amma dedi ki, get onunla bərabər həcc et. Sonra yenə, baxın İbn Bəz Rahimallah yenə hədis gətirir. Buyurur ki, şeyx, və qavluhu sallallahu aleyhi və səlləm, la yaxluvannə rəculun bimraatin, bir kişi bir qadınla tək qalmasın, fə innə thəlithəhumə şeytan, çünki onların üçüncüsü əş-şeytan, şeytandır. Bir kişi bir qadınla qaldıqda 2 nəfər, üçüncüsü şeytandır. Və şeyx buyurur ki, فَلَيْسَ لِلرَّجُلْ أَنْ يَخْلُوَ بِالْمَرْعَى لَا فِي مَكْتَبٍ وَلَا فِي سَيَّارَةٍ وَلَا فِي غُرْفَةٍ بَلْ يَجِبُ عَلَيْهِ أَنْ يَحْذِرَ ذَلِكَ. Şeyx deyir ki, buna görə də kişi heç bir naməhrəm qadınla istər ofis olsun, istər maşında olsun, istərsə də bir otaqda tək qalmamalıdır. Onun bu hallardan çəkinməsi şeyx deyir ki, vacibdir. Çünki şeytan onlara, o ikilikdə qalan biri qadın, biri kişi olana xoş olmayan nəticələrə təşviq edəcək şeytan. Çünki bilirik ki, hədisdə gəlib ki, şeytan Adəm oğlunun damarlarında qan kimi dövr edir. İbn Hüseyn Rahmanullah deyir ki, yəni ona vəsvəsə verir. Qan kimi dövr edib. Və şeyx deyir ki, məhz buna görə də Peyğəmbər sallallahu əleyhi və səlləm və lihəzə qalə fə innə şeytan səlifəhumə. Məhz buna görə də Allah Rəsulü dedi ki, üçüncüsü şeytandır. Şeytan onlara vəsvəsə verəcək deyənə. Sonra şeyx davam edir ki, وَمِنْ هَذَا مَا قَدْ يَقَى لِبَعْضِ النَّاسِ يَكُونُ لَهُ سِكْرِتَيْرًا. Və bəzi deyir, insanların düşdüyü bir haldır ki, onların şeyx deyir ki, sekretera, qadın katibəsi olur. Subhanallah. Bax, problemli şeylərdəndir, qardaşlar. Bəzi iş sahibi olan kəslərə aiddir, xüsusən də. Onların qadın katibəsi olur və onunla birlikdə ofisdə oturur. İbn Bəz Rahimallah buyurur. Şeyx buyurur ki, Həzə munkərun. Bu münkər bir əməldir. Yəni qadağan olunmuş bir əməldir. La yecuzə ən yekun lirracul sekretera yaxlu biha fi məktəbihi, əv beytihi, əv qeyri zəlik. Hər hansısa bir kişiyə icazəli deyildir ki, yəni kişilərdən, yəni qadın üçün, qadınlardan, yəni sekretera, yəni katibə olsun. İcazəli deyildir. Əksinə, şeyx buyurur ki, kişi üçün kişilərdən, qadın üçün isə qadınlardan katib olmalıdır. Qadınlar üçündür, şeyx deyir, kişilər də kişilər üçündür. Qardaş, bunların hamısı biz kişiləri və onlar, qadınları qorumaq üçündür, qardaşlar. O qadınları şeytan o kişiyə vəsvəsə verib, ona təcavüz və yaxud hər hansısa bir şey olacaq deyənə onu qorudu. Və biz qadınlar da, biz kişilər də üzr istəyirəm fitniyə düşməyək deyənə Allah subhanahu wa ta'ala Rəsulun əli ilə də bizləri qorudu. Ki, 2 nəfər qalmasın bir yerdə. Şeyx buyurur ki, amma o kəs ki, ofisində, idarəsində və ya tibb müəssisəsində və yaxud məsələn deyir, həkim olduğu bir yerdə qadın katibə götürür. Şeyx deyir ki, həzəl lə yecuz, icazəli deyildir və münkərun, münkərdir deyir şeyx. Yəni qadağan olunub bu. O başdan dedi ki, littəhrim, yəni haramdır. Bu əməl haramdır. Şeyx buyurur ki, həzə münkərun. Bu münkər əməldir və vəsilətun lişşərril azim. Böyük bir şərə qapı açır, vəsilədir. Yəni kimsə deyə bilər ki, yox, mən özüm arxayınam. Yəni başqa variant yoxdur, bu iş belə getməlidir. Heç nə olmaz. Uzun müddətdir tanıyırıq. Yəni, bəzilər deyir ki, ay, mən xalam qızıdır. Biz uşaqlıqdan belə böyümüşük. Ay, bibim qızıdır, əmim qızıdır. Yox, qardaş. Yəni, sənin üçün şəriət səni qorumaq üçün qadağan edib bunu. Şeytan sənin damarında qan kimi dövr edir. Sənə vəsvəsə verəcək bir gün. Ya o səni azdıracaq, ya sən onu azdıracaqsan. Və sonra şeyx deyir ki, وَهَكَذَا الْخَلْوَ فِي السَّيَّارِ كَوْنُهُ يَذْهَبُ بِهَا هَا هُنَا وَهَا هُنَا.
Eyni şəkildə də kişinin maşında tək başına bir qadınla qalması və onu ora-bura aparması da böyük bir şərə yol açan səbəbdir, şeyx deyir. Maşında hətta. Şofir naməhrəmdir, qadın da oturub arxada. Qardaşlar, şəriət bunu qadağan edir. Maşın xəlvətdir, xəlvətdir. Təhlikdir, təhlikdir. Hətta təhlikdən də şiddətli deyir Şeyx bin Baz rahimehullah. Həmçinin Şeyx Müslim rahimehullah da Şərhun Nəvavidə gətirir. Hətta daha şiddətlidir. Səbəbini də deyir İbn Hüseyn rahimehullah, çünki deyir istədiyi yerə razılaşıb gedəcəklər. Və maşın içidir. Heç kəs görmür. Harada istəyir gedəcəklər razılaşıb. Allah qorusun. Və maşın daha təhlükəlidir. Şeyx deyir ki, şeytan ona deyir, maşında, yəni onlara qalib gələr, istədiyi yerə aparır və beləcə deyir, maşında aralarında sonu xoş olmayan şeylər barəsində, yəni razılığa gələn, yəni zina baş verər. Allah qorusun. Allah Subhanahu deyir ki, "Və la təqrabuz zina." Zinaya yaxınlaşmayın. Şeyx deyir ki, "Fəhəzə kulluhu la yecuz." Bunların hamısı icazəli deyildir. Yəni heç bir halda icazəli deyildir. Və həmçinin bir fayda gətirim İbn Hüseyn rahimehullah, buradan kənara çıxaq mövzudan, amma mövzu ilə əlaqəlidir. Şərhun Nəvavidə gətirir. Ev işlərində çalışan Şeyx Müslim rahimehullah deyir ki, ev işlərində çalışan xidmətçi qadın da digər qadınlar kimi örtünməlidir. Əgər bir evdə xidmətçi qadın varsa, o da digər qadınlar necədirsə örtünməlidir. Hətta şeyx deyir ki, o daha şiddətlidir. Çünki evin içindədir. O daha şiddətlidir. Daha çox yəni diqqət eləməlidir örtünməyinə. Çünki o daha təhlükə, daha böyük bir təhlükə yarada bilər. Əgər o üzünü açarsa, evdə işləyən o qadın, İbn Hüseyn rahimehullah deyir, və xüsusən də gənc və ya gözəl olarsa o qadın, ev sahibinin və ya evdəki oğlan uşaqların deyir fitnəyə düşməsinə səbəb olar. Evdə işləyən qadın, xidmətçi qadın. Yəni, bunlar hamısı, yenə təkrar edirəm qardaşlar, Allah Subhanahu wa ta'ala bizi qoruyub, zinaya düşməmək üçün. Və o qadını qoruyub, ona təcavüz olunmasın deyənə. Bax, qadının haqları budur. Qadına dəyər vermirlər. Xeyr, qadına dəyər verir İslam. İslam qadına bax bu cür dəyər verir. Qoruyur onu. Örtünməklə onu qoruyur. Allah Subhanahu deyir ki, örtün ki, səni deyə tanımasınlar. Quranda necə keçir? Tanınmamağın üçün. Çünki tanınmamağın üçün necə? Yəni sən tanınsan, sənin gözəlliyin görsənsə kişiyə, naməhrəm kişiyə, artıq şəhvət var. Yəni təhlikdə ola bilərsən və zina baş verər, sənə təcavüz edə bilər, xəsarət yetirə bilər sənə. Az eşitmişik, yəni zina üstündə ölüm. Allah qorusun. Zina baş verib sonda öldürüb. Zina edib sonra öldürüb. İşin üstünü örtbasdır eləsin deyənə. Zinaya düşüb, şəhvət keçicidir axı. Qısa bir ləzzəti var. Axirətdə olan əbədi ləzzətə dəyişib. Qısa ləzzət bitəndən sonra artıq ölüm baş verib. Böyük bir şər, Allah qorusun. İslam elə zina baş verməsin deyənə qadını qorudu. Onun haqlarını bərpa elədi. Və yekun olaraq İbn Teymiyyə rahimehullahın, Allah ona rəhmət etsin, möhtəşəm bir kəlməsi var. Şeyx qadınların həcc ziyarətinə məhrəmi olmadan, yəni getməsinin icazəli olmamağından danışır. Yəni şeyx buyurur ki, məhrəmlə getməlidir, həccə belə. Ondan danışanda buyurur ki, məhrəm olmayan şəxsə, yəni qadın məhrəm olmayan şəxsə, hətta ən təqvalı insan olsa belə, hətta ən təqvalı, subhanallah. Təsəvvür insanların içində ən təqvalı şəxsdir. Yaxşı, belə deyək, tələbədir. Və yaxud filan qardaşdır, təqva əhlidir, ibadət əhlidir. Hətta olsa belə, Şeyx İbn Teymiyyə rahimehullah deyir ki, ona etibar etmək olmaz. Hətta ən təqvalı olsa belə. Subhanallah. Çünki deyir, qəbirlər tez-tez dəyişir. Və şeytan da puskuda dayanır. Qəlb oynayır zaten. Şeytan da puskudadır, gözləyir. Anın tapan kimi sancacaq. Allah qorusun. Və sonra deyir ki, və Peyğəmbər sallallahu aleyhi və səlləm də belə buyurmuş. Lə yaxluvannə racul bimra'a fə innə thəlithəhumə şeytan.
bir kişi bir qadınla təhdiddə qalmasın. Çünki onların üçüncüsü şeytandır. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn.